2026-cı il 1 iyun tarixindən etibarən xaricdən poçt göndərişləri vasitəsilə sifariş olunan bağlamalara görə elektron ticarət bəyannamələrinin yalnız sima imza vasitəsilə təqdim edilməsi mümkündür. Son dövrlərdə sosial şəbəkələrdə poçt göndərişlərinə görə gömrük bəyannamələrinin təqdim edilməsi üçün dəstək göstərilməsinə dair elanlar yayımlanır. Unutmayın, sima imza yalnız sizin istifadəniz üçün nəzərdə tutulur. Onu başqa şəxsə təqdim etdikdə, həmin şəxs sizin adınızdan elektron əməliyyatlar həyata keçirə bilər. Bu isə gömrük əməliyyatlarının və müraciətlərin sizin adınızdan aparılmasına, gömrük ödənişləri və digər maliyyə öhdəliklərinin yaranmasına, vergi, gömrük və digər borcların formalaşmasına, şəxsi, maliyyə və gömrük məlumatlarınızın istifadəsinə, hüquqi və maliyyə məsuliyyətinin yaranmasına səbəb ola bilər. Sima imzanızı qoruyun. Hüquqlarınızı, məlumatlarınızı və maliyyə təhlükəsizliyinizi qoruyun.